Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə miniatür paylaşacağım. Taxtanın üzərindəki kiçik xəmiri, şəkərburanı mən gildən hazırlamışam. Onu da videomuzda göstərəcəm. Amma hazırlamağa başlayanda ilk olaraq nənədən başlayacağım. Zövqünüzə uyğun istənilən parçadan istifadə edib paltar hazırlaya bilərsiniz. Daha sonra isə qol hissədə ortadan büzəcəm bu formada. Daha çox milli geyimə bənzəyir. Saçını mən quaş boya ilə rənglədim. Yəni adi rəsm boyasıdır. Makerlə də boyamaq olar. Kuklanın göz rənglərini sildim. Daha sonra başqa bir göz yapışdıracağım. İlk olaraq başına bu formada adi məxmər parça bağlayıram ki, ləçək hissə daha qabarıq olsun. Bunu etməmək də olar. Yəni parçanı bir neçə qat götürsəz, yaylıq hissə qalın olacaq. Göz üçün mən belə hər ölçüdə kiçik gözlər çıxardıram ki, çox vaxt gəlinciklər mavi gözlü olur. Milli miniatürdə elə də yaxşı görünmür. Adi kağızdır, yəni sadə vərəqədə çıxartmaq olar, parlaq Oxfordda da çıxartmaq olar, amma nazik seçin ki, yapışdıranda qabarıq olmasın və yapışdırarkən istəsəniz şəkilləri stiker vərəqə çıxartmaq olar, yəni yapışqanlı kağıza. Mən bu dəfə yapışqanlı etmədim, belə universal kley ilə yapışdıracağam. Belə kiçik hissələrdə kağızda silikon kleyə üstünlük vermirəm, çünki quruyanda biraz qabarıq qalır, yəni kağız kukladan aralana bilir göz hissədən. Biraz sonra quruyur, yəni silikon kley kimi tez qurumur. Daha sonra ləçək üçün adi ağ atlasdan istifadə edə bilərsiniz. Olmasa başqa bir ağ parça və yaxud rəngli parça da olar. Ağ olmağı şərt deyil. Mən bu dəfə ləçəyimizi rəngli və yaxud naxışlı deyil, sadəcə ağ götürdüm.
Formasını dəqiqləşdirəndən sonra bir neçə yerdən kley vuracağım ki, daha möhkəm olsun. Nənəmiz hazırdır. İndi isə taxtanı hazırlayacağım. Ayaq hissələr çox vaxt bu formada olduğuna görə belə kəsdim və birini ortadan kəsəcəm, daha sonra digərinə yapışdırmaq üçün və kəsdikdən sonra kənar hissələrdən kardonun qalınlığını nəzərə alıb yarım santimetr kəsdim. Çünki yapışdıranda gördüyünüz kimi arada yarım santimetr məsafə artır. Onu nəzərə alıb birini kəsirik ki, hər ikisi eyni uzunluqda olsun. Boyamaq üçün isə qəhvəyi boyadan istifadə edəcəm. Bu formada hər tərəfini boyadım və qurudu. Üzərinə isə bir neçə kiçik miniatür yerləşdirəcəm. İndi isə həmin miniatürlərin hazırlanmasını paylaşıram. İlk olaraq sadə yumru hazırlayıram. Sanki yoğrulmuş hazır xəmir kimi. Daha sonra kiçik yuxaları hazırlayacağım şəkərbura hazırlamaq üçün. Və bir xəmirimiz hazırdır. Növbəti şirniyyatımız üçün, məsələn, paxlava ola bilər. Biz yeni xəmir yoğurmalıyıq və bunun üçün də sadəcə kənarda un, orta hissəsi biraz çuxur formasında olsun ki, hələ xəmiri yoğurmağa başlanılmayıb və istənilən bir nahamar forma hazırlayın. Sadəcə orta hissəsini biraz çuxur eləyin ki, həmin hissəyə sanki yumurta qoyulacaq, daha sonra yoğrulacaq. Yumurta üçün yalnız yumurtanın sarı hissəsini hazırlayacağım. Sadə balaca top və ortadan biraz bastırsanız, yəni biraz yastı olsa bəsdir. Son olaraqsa bir dənə şəkərbura hazırlayaq. Bunun üçün bizə yarım dairə lazım olacaq. Kənar hissə üçün ayrıca əlimizdə bu formada bir zolaq hazırlayıb yapışdırırıq. Çox kiçik olduğuna görə kənar hissələri hörmək alınmır və hörülmüş forma üçün sadəcə çöp şişlə bu formada kəsiklər atırıq. Gil fiqurlarımız tam quruyandan sonra boyamağa başlayacağım. İlk olaraq sadəcə sarı boya ilə rəngləyirəm xəmiri, 2 kiçik yuxanı və şəkərburanı. Hələ yoğrulmayan xəmiri isə ağ rəngdə hazırlayırıq. Yəni hələ ki undur və yumurta sarımız var. Yumurtanın sarısını isə narıncı rəngdə etmək üçün qırmızı və sarı boyaların qarışığından istifadə edirik. Və fiqurun kənar hissələri çox da hamar olmasın, biraz belə çıxıntılı olsun. Daha sonra isə sadəcə şəffaf lak tökəcəm. Yəni mən onsuz da şəffaf boya ilə bir dəfə üzərini vernikləyirəm ki, rənglərin parlaqlığı və qalacılığı uzun müddətli olsun. Amma yumurta ağını xatırlatmaq üçün biraz çox tökürük. Boyalar tam quruduqdan sonra miniatürümüzə əlavə eləyə bilərik. Gili yapışdırarkən yenə hər zaman olduğu kimi universal kleydən istifadə edirəm. Amma həmişə də qeyd edirəm ki, istəsəniz silikon kleydən də istifadə edə bilərsiniz.
Oxlov üçün adi taxta çöpdən istifadə edirik. Miniatürüm tam hazırdır. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, növbəti videolarda görüşənədək. Kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi və bəyənməyi unutmayın.